göstərir ki, sən Allahı görmürsən. Qorxursan Allah'a həvalə eləyəsən, Allahın hikmətinə inanmamısan, özünü daha səlahiyyətli bilirsən. Səbirsizlik bu məqamda imansızlıq göstəricisidir, Allahı görməmək göstəricisidir. Ona görə peşman olmur ki, kaş söz deyərdim, ona ürəyim soyuyardı, qaldı ürəyimdə. Adam var, ehli olur, bağışlayır, sonra deyir, kaş bağışlamazdım. Gecə də danışır ki, orada o cavabı niyə vermədim ona? Səhərəcən yatmır. Bu mənada peşman deyildi. Bu demir, niyə demədim ürəyim soyusun? Deyir, niyə demədim ki, cəzadan onu qoruyum? Bu niyyətə deyir. Sənə bir pislik eləyəndə səbr eləyə bilərsən ki, Allah öz istədiyi kimi davransın. Bu, əleyhissalam buyurur ki, təqva göstəricisidir. Bu təqva əlamətidir. Bir dənə sizə söz deyim, bu qaydanı üzr istəyirəm, kiçik qardaşınız kimi deyirəm. Bunu yadda saxlayın. Əmin olun ki, bir nəfər sizə ya kiməsə zülm elədirsə, buna yəqin bilin ki, bunun zərbəsini alacaq. Buna zərrə qədər şübhəviz olmasın. Yəni, bu dəyişilməz qaydadır. Sən bağışlasan, bəlkə qabağını ala bilərsən. Kimsə kimisə bağışlasa, dua eləsə, hətta yenə deyirlər ki, haqqınnasın zərbəsi dəyəcək dünyadaykən. Yenə də bir şey olacaq, mütləq. Bunu yadda saxlayın ki, zülm cavabsız qalmayacaq. Siz yaşayırsınız həyatınızda, tutaq ki, öz işinizdəsiniz, öz gücünüzdəsiniz. Biri də qıraqdan qonşudur, dostdur, kimdir, paxıllıq eləyir sizə. Paxıllıq eləyir. Ürəyində eləyir, paxıllıq. Sizə pisliyi də eləmir. Ürəyində sizə paxıllıq eləyir. İnanın ki, o paxıllığın da zərbəsini alacaq. Alacaq, mütləq alacaq. Biri sizə paxıllıq eləmir. Sadəcə qədrinizi bilmir. Dəyər vermir sizə. Sən orada narahat olma, qədrini bilmirlərsə. Əksinə sevin ki, qədrimi bilmirlər. Onda Allah daha çox qədrini biləcək. Amma bir şey bil ki, Allah qədri bilməzlər də cəzalandıracaq. Mütləq. Mütləq cəzalandıracaq. Necə yer, sən yanında dəyərli adam var idi. Sən onun dəyərini vermədin. Allah elə bir keçəcək. Mütləq başına döyəcək o cəmaat. O toplum, o insan. Bir xalqın içində alim yaşaya, cəmaat onun qədrini bilməyə, alim də heç istəməyə ki, qədrini bilsinlər. Alim də bu işlərdə qarşılıq istəməyə. Amma hər halda bir alim yaşasın, cəmaat onun qədrini bilməsin, mütləq cəmaat başına döyəcək. Necə yəni? Sizə Allah neymət vermişdi, onun qədrini bilmədiniz. Onu lazımi şəkildə dəyərləndirmədiniz. Adətən də cəmaat qədrini bilmir. Adətən də belə olub həmişə. Dünyadan köçəndən sonra bəzi sirlər asılır, bəzi sözlər, biz bilməmişdik, vay, keçir artıq. Amma bunun cəzasını mütləq alacaq insanlar. Dünyada alacaq.